bu dəfə Əliyev daha da uzağa getdi. Bu dəfə artıq Avropadakı, hətta ABŞ-dakılara cinayət işi açır. Yəni bu onlar üçün bir sıçrayışdır da, bir hoppanmaqdır. Məsələn, siz təsəvvür edirsiniz, bundan əvvəl Avropadakılara sən həbs açacaqsan, nə bilim, məhkəmə quracaqsan məsələn. Yəni ümumi burada obyektiv səbəblər də var və subyektiv səbəblər də var. Subyektiv də odur ki, Əliyevin daima məqsədi ailə hakimiyyəti və onu gücləndirən addımlar atmaqdır və o düşünüb ki, bunun üçün bir münbit şərait yaranıb, niyə də yox. İnsan yaşlaşdıqca məncə biraz mülayimləşməlidir. Amma İlham Əliyev artıq 64-65 yaşı olur. Dəyişir. Ədalətli, mərhəmətli olmaq əvəzinə yəni daha da qəddarlaşır. Mən belə görürəm və sanki özünü cavan hiss edir və siz diqqət etdinizmi? İlham Əliyev burun estetik əməliyyatı keçirib. O diqqətinizi çəkdinizmi? Yox, təkcə burun deyil. Deməli, facelift var, yəni dərinin dartılması, sonra gözünün üstündəki dərinin tikilməsi, hiss olunurdu ki, şəkillərdə biraz o dəri hələ təzə. Bəlkə də o ikinci əməliyyat, üçüncü əməliyyat olub. İlham Əliyev bizə elə gəlir ki, təzəlikcə biz bunun fərqinə varmışıq. Amma bilməyənlər üçün deyim. İlham Əliyev bu ilin, 2025-ci ilin yanvar ayının 24-də burun əməliyyatı keçirib. Yadınızdadır, biz bir ara çıxışlar etdik, bildirdik ki, İlham Əliyev 3 həftəyə yaxındır ki, evdən çölə çıxmır. Yanvar ayıdır, fevral kimi idi. Rusiya ilə gərginlik və s. müzakirəsini edirdik. Buna görə İlham Əliyev qorxur, evindən niyə çıxmır, niyə köhnə şəkilləri qələmə verir, göstərir. Bax, Prezident Əliyev yanvar ayının 24-də burun əməliyyatı keçirir və o vaxtdan da evdən 1-2 həftədən çox da evdən çölə çıxmayıb və fevral ayının 10-u ya 11-i görüntülənib. Azərbaycana gələn yeni təyin olunmuş xarici ölkələrin diplomatik nümayəndələri, səfirləri qəbul edib, etimadnamələrini qəbul edərkən görüntülənib ilk dəfə. Yadınızdadır, Əliyev İsveçrənin Davos şəhərindən, forumdan geri qayıtmışdı. Ailəsini, qızlarını daha doğrusu götürüb aparmışdı ora. Oradan qayıtdıqdan bir gün sonra əməliyyat edib. Siz baxın, İlham Əliyevin Facebook səhifəsi, sosial şəbəkələr, mediaya baxın və İlham Əliyevin ondan əvvəlki burnunu da baxın. Ondan sonraki burnuna da baxın, görəcəksiniz ki, 11 fevral tarixində İlham Əliyev başqa burundan çıxıb ortaya. Bəlkə növbəti 2-3 dəfə daha da yoxa çıxmalar oldu. Prezident Əliyevin 2 həftə, 3 həftə. O dəfələrdə bəlkə artıq o siz dediyiniz digər o üz daraltma estetik əməliyyatlarını da keçirib və görsənir bu son aylarda Əliyev görsənir ki, ya bilmirəm yayda mı yoxa çıxanda, yoxsa avqustda mı ya sentyabrda mı yoxa çıxandan sonra həmən vaxtı bəlkə də əməliyyat keçirib üz daraltma əməliyyatı. Havalar soyuduqdan sonra artıq bəlkə də pis təsir edir. Mən yəni konkret mən tibbi cəhətdən izah edə bilməyəcəm, amma görsənir ki, nəsə düz getməyib və yaxud da əməliyyat düz gedib, amma özünü qoruya bilməyib İlham Əliyev. Havadanmı, nədənmi? Siz necə düşünürsünüz? Amma konkret 100%-lıqdır ki, yanvar ayının 24-də o əməliyyat keçirib. Burun əməliyyatını deyirəm mən ancaq. Siz, mən əslində yəni daha çox qadınlar edir də belə əməliyyatları. Mənə həqiqətən maraqlı gəldi ki, 64 yaşında kişi nə üçün gözəlləşmək üçün belə özünə əziyyət verməlidir. Və hərçənd ki, bir tərəfdən biz görürük də, yəni bu diktatorlarda belə bir iş var. Məsəl üçün Putin özünü necə sıfırlayırsa, əslində o da Əliyevin etdiyini etdi də. Yəni o da özünü sıfırladı, ki, bundan əvvəl prezident olmayıb, referendum filan, yəni plastik əməliyyatlar. Mən bilmirəm. Hər halda Putinə baxanda mən konkret botoksu görürəm. Amma orada da plastik əməliyyatlar deyilənə görə, Bəşər Əsədin dediyinə görə plastik əməliyyatlardır, bilmirəm bunu. Amma bu başa düşüləndir. Yəni diktatorlar ələxüsus əgər onlar gənc rəqiblərini bunların halında olduğu kimi həbsə atırlarsa, yəni baxın, sən Azər Qasımlı gənc bir adamdır, 3 uşaq atırsan, ona həbsə atırsan,
cəmaatın beynindən keçir axı, sən oğlun yaşında olan, qızın yaşında olan qızları, jurnalistləri həbsə atırsan. Elə deyilmi? Bunların diktatorların, avtoritarların ümumiyyətlə cavanlaşmağa ehtiyacı var. Yoxsa ki, kişi niyə görə gedib özünə əməliyyat eləsə? Mənə maraqlı gələn başqa bir Yox, şey. orta yaşlı eləsə başa düşür. 65 yaşında estetik, özünü gözəlləşdirmək kişi nəyə ehtiyac duyur, başa düşür. Mənə başqa şey maraqlı gəlir ki, bunlar özləri o qədər vedrə bağlayandılar ki, məsələn, Paşinyan xatırlayırsınız da neçə ay əvvəl saqqalını kəsmişdi. Siz xatırlayırsınız ASTV-lər, bunların mediası necə özünə əl gəlmişdi ki, Paşinyan özünü cavanlaşdırmaq istəyir, dəyişdirir, imicini dəyişir. Çünki köhnə artıq başa düşür ki, işə yaramadı. Özünü hərçək ki, Paşinyan sadəcə gedib bir üzünü qırxmışdı da, yəni saqqalını qırxmışdı. İndi mən bilmirəm, bu məntiqlə biz çıxış eləsək, indi görürsünüz, heç biri bunu dırnaq arası görmür ki, Əliyev burnunu kəstirdi, nə bilim, gözünün dərisini belə elədi. Heç birisi görmür də, heç nə konkret görmürlər, yanında oturanlar, heç kəs bunun fərqində deyil və s. İndi bəlkə biz bu haqda danışırıq, buna görə də bizə təzə cinayət işi açacaqlar. Mən bilmirəm, bəlkə İlham Əliyevin burnu dövlət deməkdir, burun müzakirə olunmamalıdır. Doğrudur, mən bilmirəm, köhnə burun dövlətdirmi, təzə burun dövlətdirmi? Dövlət çevrilişini baş verib, yoxsa... Burundan danışmaq dövlət çevrilişi istəmək deməkdir. Bəli, mən şəkillərdə bəzən həqiqətən çətini çəkirəm, bilmirsən, bunun köhnə şəklimi qoyarsan, təzə şəklimi qoyarsan və danma, bilirsiniz? Yəni, məsəl üçün, ödürsənsə, çıxdı, zarafatı çevir, nə bilim. Yəni, konkret mənim gördüyüm bundan ibarətdir ki, bu adamlar fərqindədir ki, çox oturacağıq hələ hakimiyyətdə, gedəsi yerimiz yoxdur, fikrimiz yoxdur və ona görə də biz millətə göstərməlisən ki, mən sağlamam, mən cavanam. Belə geçsə, mənə elə gəlir, hər il bir əməliyyat elə bilər. Elə mən 20 yaşında, niyə də yox? Amma hansı həkim yox deyə bilər ona? Sevinç xanım, yaraşmayıb baxı heç. Əvvəlki burunla da cəlb edici idi. İndi ki, heç yaraşmayıb, sifəti də sallanır. Kim məsləhət. Məncə onu Mehriban xanım yoldan çıxardıb. Çünki o tez-tez hər kəsə məlumdur ki, estetik əməliyyatları eləyirdi də və hətta dünya mediasına da çıxırdı, gündəm olurdu Mehriban xanımın estetik əməliyyatları. Bəlkə elə ərini də o yoldan çıxardıb, o həvəsə gətirib. Bəlkə İlham müəllim baxıb həyat yoldaşına tez-tez keçirir əməliyyatı, cavanlaşır və özünü cavanlaşdırır və deyib, bu dəfə də gəl mən eləyim. Mən burada günahı Mehriban xanımda görürəm. Yenə bilirsiniz nə? Yəni, əgər özləri başqalarına bu qədər ad qoymasaydılar, vedrə bağlamasaydılar, baxın blogerlərə, filan kəs saçını rəngləyir, bu adam hər gün kameranın qabağından çıxır, niyə də rəngləməsin? Mənim özüm üçün nə qoydu, qaş qoydu, Gültəkin Hacıbəylinin ayaqqabıları, hardandır onun pulu, o ayaqqabını alıb, adam ayaqyalın gəzməlidirmi? Yəni, bilirsiniz, bunlar özləri o qədər çirkinliklər, ebəcərliklər eləyiblər ki, buna görə bugün özləri bunu edəndə və görməzliyə özlərini vuranda bu əlbəttə ki, bir komediyadır ki, bəs bunu siz bir anlığına təsəvvür edin ki, məsələn, bir anlığına təsəvvür edin ki, bunu Əli Kərimli etsəydi. Əli Kərimi gedib burnunu kəstirsəydi, nə bilim, gözlərinin üstündə dərini qaldırsaydı, təsəvvür etsin bunlar nələr yazacaqlar, nə, hansı vəhşiliklər eləyəcəklər, eybəcərliklərdən çıxacaqlar. Ona görə əlbəttə ki, bunlar çox gülüncdür, deyir, gülmə qonşuna gələr başına, bugün başına. Ələxüsus da bu kontekstdə basmısan heç bir günahı olmayan milləti, düşünən beyinləri, danışan səsləri türməyə özündə gəlirsən, burun kəstirməklə məşğul olursan. Necə danışmayasan bu haqda? Qarşılığında ad günü gəlir, hörmətli prezidentin. Tural bəy Sadıqlı Azad Söz Media Resursundan izləyicimizə xahiş lütfən verilişi bəyənin, paylaşın. Tural bəy, əgər sizi ilin sonuna dək görməsəm, indidən təbrik edirəm. Amma yəqin ki, görüşəcəyik hələ. Təşəkkür edirəm, mən də sizi, bütün izləyicilərinizi təbrik edirəm. Xoş yayımlar. Azad Söz, Osman qızı kanallarına abunə deyilsinizsə, abunə olun. Gerçəklər bu kanallarda bu insanların dilindən danışılır. Sağ olun, Sevinç xanım. Hələlik, zəhmət qalın.